Mən flaqmanın qalibi Türkan Yusubova. Özəl şirkətdə çalışırdım, beynəlxalq hüquq şirkətində. Belə alındı ki, dəmir yollarında vakansiya açıldı və mən müraciət elədim. Bura gələndən sonra gördük ki, elə özəl şirkətdən heç də fərqlənmir, hətta daha çox üstünlüklərə malikdir. 1-2-3 ildən sonra departament müdir müavini və hal-hazırda departament müdir vəzifələrini həvalə ediblər. Mən artıq 7-ci ildir Azərbaycan dəmir yollarında çalışıram və həmin dövr ərzində bir çox beynəlxalq layihələrdə iştirak etmişəm. ADN-in bir sıra xidmətlərinin rəqəmsallaşmasında iştirak edirik. Hüquqi baxımdan hansı tələblər var, hansı tələblərə uyğun olmalıdır onlayn xidmət göstərmək üçün. Həm beynəlxalq layihələrdə, həm yerli layihələrdə komandanın çox böyük zəhməti var. Kadr olaraq potensialın inkişafında ADE çox böyük dəstək verir. ADE daha çox dəstək oldu. Mənim bu PMP sertifikatı almağımda, PMI-ACP sertifikatını almağımda ölkə üçün mühüm qurumda çalışdığımı düşünürəm və həmin qurumun icra etdiyi layihələr yerli və beynəlxalq mətbuatda işıqlandırılmasını görəndə qürur hissi duyursan ki, yəni sən ölkənin hansısa inkişafında və ya hansısa layihəsində töhfən olur. Azərbaycan dəmir yollarında bu tip layihənin keçirilməsi gözlənilməz oldu mənim üçün. İştirak etmək qərarına gəldim, çünki mən bundan əvvəl həmin layihəyə oxşar yüksəliş layihəsində iştirak etmişəm və 2 dəfə yarımfinalçı olmuşam. Əsas məsələ elə bu qalibiyyətdən sonra başlayır. Vəzifə irəliləyişindən tutulmuş fərdi inkişafadək mentor təyin olunacaq hər bir qalibə və hər bir qalib üçün şəxsi inkişaf proqramı hazırlanacaq. Bu həm yerli, həm beynəlxalq təlimlər də ora daxil olacaq. Təzəlikcə mənə mühüm departamentinin rəhbəri vəzifəsi həvalə olundu. Ümumiyyətlə cəmiyyətdə belə qəbul olunur ki, dəmir yolu daha çox kişilərin çalışdığı sahədir. Göründüyü kimi, yəni qurum heç bir fərq qoymur. Bacarıqlarına görə hamıya qiymət verir və bacarığına görə hər bir qadın hazırda yüksəlmək potensialına malikdir və rəhbərlik tərəfindən dəstəklənir. ADE-də tutduğum vəzifədən əlavə mən həm də bir anayam, mənim 2 azyaşlı övladım var və əslində işlə ev arasında balansı qorumaq bir qədər çətin gəlir, amma ən vacibi məncə vaxtın idarə olunmasıdır. Son olaraq hər kəsə tövsiyəm olardı ki, özlərində işləsinlər, inkişafa meyilli olsunlar, heç bir çətinliklərdən, iradlardan çəkinməsinlər, qorxmasınlar və məncə bu amillər olduqdan sonra hər şey alınacaq.